قرآني نبض حياتي، قرآني طهر ذاتي، قرآني عصمة أمري، قرآني طوق نجاتي. آيات الله حمتني غمرتني بالبركات، تحفظني من همزات الشيطان ومن زلاتي. آيات الله حمتني غمرتني بالبركات، تحفظني من همزات الشيطان ومن زلاتي. قرآني نبض حياتي، قرآني طهر ذاتي، قرآني عصمة أمري، قرآني طوق نجاتي. قرآني نبض حياتي، قرآني طهر ذاتي، قرآني عصمة أمري، قرآني طوق نجاتي. إن القرآن لنور يتفجر في جنباتي، يرفعني عند مليك الخلق لأعلى الدرجات. إن القرآن لنور يتفجر في جنباتي، يرفعني عند مليك الخلق لأعلى الدرجات. قرآني نبض حياتي، قرآني طهر ذاتي، قرآني عصمة أمري، قرآني طوق نجاتي. قرآني نبض حياتي. بسم الله الرحمن الرحیم. الحمد لله رب العالمین و صلی الله علی محمد و آله الطاهرین. اعوذ بالله من الشیطان الرجیم. افامن الذین مکروا السیئات ان یخسف الله بهم الارض او یأتیهم العذاب من حیث لا یشعرون. Allah-u Teala geçmiş ayələrdə tövhid barəsində, nübüvvət barəsində söhbət elədi. Tövhidin sübutlarını, nübüvvətin zərurətini, gərəkliyini izah elədi. O şübhələri ki, Peyğəmbərlərin risalətinə var idi bütpərəstlər tərəfindən ki, Peyğəmbərlər bəşərin hidayətinə göndəriliblər. Niyə insandılar? Niyə adi insandılar? Niyəstən görə Allah Peyğəmbər göndərə? Bunların hamısı geçmiş ayələrdə Allah-u Teala hidayət üçün buyurdu. Amma Qur'an tərbiyyət kitabıdır. Təkcə elm kitabı deyil ki, düşündürsün də. İstəyir insanı tərbiyyət eləsin. Bir sıra ayələrdə Qur'anda inzar və təbşir ayələridir. İnsanın gələcəyinə, müsbət gələcəyinə bəşarət vermək və insanın pis aqibət gələcəyinə ayıtmaq və qorxutmaq. İnzar və təbşiri də var. Təkcə bu deyil ki, insanı başa salsın ki, Allahu Ahad, insanı başa salsın ki, bunlar Peyğəmbərdir, bunlar dindir. Davamında bu sözlər də var ki, əgər Peyğəmbərlərin sözlərinə təslim olsun, dəvətlərini qəbul eləsin, bu ən gözəl aqibətə düşəsən. Tuba ləhum və husnu muab. Onlara xoş olsun və xoş aqibət gözləyir. Amma əgər Peyğəmbərlərin dəvətinə inad olaraq qarşı durdun, Peyğəmbərlərin dəvətini nə nisbət imtina elədin, onda Allah-u Teala əzab məsələsini ortaya atırır. Çün daha izahını eləyibdir. Daha elmi və maarif hidayətini eləyibdir. İstəyir desin ki, bundan da arxeyin olma. Bu da baş tuta bilər. İnsan dünyadakı əməllərinə məsuliyyət daşıyır. Belə deyil ki, təkcə bildim, lakin öcür istəmirəm yaşayam.
arxeyin olma Allahın əzabı həyatına gəlməsin. Mümkündür Allahın əzabları dünyada da həyatıva gələ və həyatında belənci bir ilahi əzablara düçar olasan. Bu ayədə 4 nümunəsini vurur. Buyurur ki, əvvələn birinci nüqtə budur ki, arxeyin olma. Aləmin hər nə məxluq var aləmdə hamısı Allahın qoşunudur. Ona görə Allahla üzbəyiz olmaq öz ziyanı vardır, arxeyin olma. Lillahi cunudus semavati vel arz. Göylərin və yerin qoşunu Allahındır. Pəs bu arxeyinçilik sünni özünü arxeyinlik verməkdir, həqiqətində heç nəyi yoxdur. Buyurur, əfə əminəl-ləzinə məkərus-səyyat. Aya əmindilər, arxeyinçiliğə yetişiblər. Onlar ki, səyyə işlər görürlər, pis işlər görürlər, təxribat yaradırlar, dinə qarşı çoxlu mənfi təbliğatlar elirlər. Məkəru əs-səyyat. Səyyat yəni pis əməlləri hilə yolu ilə, hoqqa yolu ilə, məkr yolu ilə istəyirlər cəmiyyətdə yaysınlar və haqq dinin qarşısını alsınlar. Bunlar arxeyindirlər. Deyirlər və meydan bunlarındır. İnsan mümkündür başqa insanın qarşısında meydan oxuya bilər. Amma Allahın müqabilində bu işi görə bilməz. Əvvəla Allah tamamı aləmi yaradıb. O inatkarın özünü də Allah yaradıb. Ona görə xilqətən, varlıqda Allaha asılıdır. Hər nəvayədə asılı Allahdandır. Bir an Allahın iradəsi başqa cür ona olsa, o nabud olar, məhv olar. Bu bir. İkincisi, kulli aləm Allahın qoşunudur. İnsanın qəlbi də Allahın qoşunudur. İnsanın ağzı da Allahın qoşunudur. Bunlarla Allah-u Teala görsə insanın abırısını aparar. İnsan ağzında bir söz danışar ki, yalancılığı bilinər. Bir söz danışar, hoqqabazlığı bilinər. Qəlbi ilə bir axara gedər ki, öz proqramı çözüb onun əleyhinə olar. Firon planı bu idi ki, Musa doğulmasın. Qəlbi ilə Allah bir növ hərəkət elədi ki, Musanı öz qucağında böyütdürdü. Ona görə qoşun aləmin Allahındır. Lillahi cunudus semavati vel arz. İnsan Allaha nisbət istəsə müharibələsin, özü məğlub olar. Onlar ki, fitnə yaradırlar, onlar ki, təxribat yaradırlar, onlar ki, səyyi əməllər əncam verirlər, yəni pis əməllər əncam verirlər, cəmiyyətdə günah əməlləri yayırlar. Bunlar əmindilərmi, arxeyindilərmi? Ən yəxsifəllah bihumul ərz. Allah bunları yerə cumdursun və yerin içinə aparsın. Allahın əzablarından biri geçmişlərdə var idi. Çoxlar özlərinə fəxri satdılar, lakin belənci bir əzaba düşdülər. Siz Quranda Qarun ayələrini oxuyun ki, bunlar nə cür? Fəxəsəfna bihi və bidarihil ərz. Biz özünü və bütün sərmayələrini hamısı yerinə cumdurduq, yerin içinə girdilər. Daha aradan getdilər. Bəs bir əzab, belənci bir əzabdır. Ki, yer mümkün parçalana, yerin içinə, bu cuma. Bu bir əzabdır. Quranda şəqqul ərz bəhsi vardır. Həm rəhmət olaraq, həm əzab olaraq. Quran Musa'nın əsasın barəsində buyurur ki, fəzrib ləhum təriqən fil bəhrə yəbəsən. Ya deyir, vur dənizə, Nilçaya. Bu oranı qurutsun. Bir quru yol düzəlsin. Ya vur daşa, daş parçalansın, 12 dənə bulaq çıxsın. Bu iki ayələrdə vardı. Ezrib bə əsakəl həcər, vur Musa əsavi
daşa fənfəcərət minhu isnətə əşrətə aynən. 12 çeşmə, bulaq o daşdan çıxsın eşiyə. Pəs bu iki daş parçalansın və bulaq axsın. Quran özü Musanın əsasında buyurur. Buyurur ki, biz bu işləri görə bilirik. Daşı parçalayaq, dənizi parçalayaq, yer üzündə cür edə bilirik ki, insan Qarun olaraq girsin yerin içinə. Qarunun servəti olaraq girsin yerin içinə. Deyir, pəs siz belənçi xiyal eləməyin ki, aləmdə biraz qudrətiniz çoxalıb, biraz şöhrətiniz çoxalıb, biraz maddi imkanatınız çoxalıb, daha qudrət sizindir. Siz Allahın qarşısında heç nə qudrətiniz yoxdur. Lillahi cunudus semavati vel arz. Göylərin və yerin qoşunları Allahındır. İkinci əzabı ki, bu ayələrdə var. Əv yətiyəhumul əzab min heysu la yəşurun. Aya bunlar arxayındilər, gözləməyən yerdən əzab gəlsin. O yerdən ki, gözlənmirdilər, oradan birdəm həlakət gələr, birdəm əzab gələr. Quran buyurur ki, və bəda ləhum minəllah ma ləm yəkunu yəhtasibun. Zömər surəsinin 47-ci ayəsində. Deyir, bəzən Allah tərəfindən onlara bir əzabı gələr, kəsən giriftar olanlar güman eləmirdilər belənci bir əzaba düşərlər. Və Quran belənci bir əzablardan bəzən danışıbdır. Görürsən bir kölcə, bir buludlar ki, bunlar başları üstündədirlər, xiyal edirlər və bu buludlar su üçündür, yağış üçündür və bunlara yağış gətirir, onlara bərəkət gətirir, bundan sevinirdilər. Amma bunlar əzablar idilər bu buludlar kafirlərə. Quran belənci bir zatlar ayələrində var. Əhqaf surəsində 24-cü ay, 25-ci ayə buyurur ki, buludlar ki, bunlar güman eləmirdilər, əzabdılar, əzab olar. Hər halda ikinci növ əzab, o əzabdır ki, gözləmir insan. Üçüncü, insanı görə-görə iş, fəaliyyət eləyə-eləyə əzab Allah göndərə bilər. İnsan danışa-danışa ağzını yumdura bilər, canını ala bilər. İnsan təxribat eləyə-eləyə o anda, o ləhzədə eləyə bilər, Allah bunun qudrətini, gücünü alsın. La yəğurrənnəkə təqallubullazi kəfəru fil bilad. Peyğəmbər, səni allatmasın, səni bu mühasibatında səhv mühasibəyə salmasın, bunların belənci təmtəraqları gedib gəlmələri. Bunlar hamısı bir asılı təmtəraqlardır, bir anla hamısı alt üst ola bilər. Allah-u Teala insana möhlət verir, bəzən insan çaşır. Ya eyyuhəl insan, ma qərrəkə bi rabbikəl kərim. İnsan, nə səni məğrur edibdir, özünü itirmisən kərim Rəbbinin qarşısında. Onun kəramətin görmüsən, ali cənablığın görmüsən, səbrin görmüsən. Elə bir deysən və reaksiya görsənilməyəcək bu aləmdə. Elə sən özün egoistluğla, istikbarunla, belənci imkanatınla hər nə bildin eləyəcəksən. O an ki, fəaliyyət eləysən, həman anda qarşısını ala bildik. Allahı heç kim eləyənməz, aciz eləsin. Heç kim Allahdan qabağa düşənməz. Allah həmişə iradəsi qabaqdadır. Heç kim Allahın iradəsini arxaya salanmaz. Bu ayatdır ki, buyurur ki, فَمَا هُمْ بِمُعْجِزِينَ يَأْخُذَهُمْ فِي تَقَلُّبِهِمْ. Aya onlar əmindirlər, arxayindirlər ki, Allah onların əzaba salar, onları duçar eləyər müsibətə, əzaba, o halda ki, çalışırlar, fəaliyyət edirlər. O mənfi fəaliyyətlərinin və təxribatların elə içində onların əzabını gətirər və onlar Allah eləyənməzlər, aciz eləsinlər. Çünki tamamı qudrət Allahındır, onların öz qudrətləri də Allahındır. İnsan tövhid ilə yaxşı tanış olsa, görər ki, belənci bir arxayınçılıqlar Allahın müqabilində ola bilməz. İnsan Allahla müharibə eləyənməz. İnsan Allahın
üzbəyiz duyub Allahı dinini o halda ki Allah dininə sahibdir, eləyəməz aradan aparsın. Bu xam xiyaldır. Bu insanın aldadıcı gümanıdır. O yəxuzəhum ələ təxəvvufin. Ya onlar arxeyindirlər ki Allah onları almayacaq belənci, əzaba salmayacaq tədrici qorxuya salmayacaq. Bilirsiniz, Allahın bir model əzabı da tədrici qorxu insanda salmaqdır. Tədrici qorxu nədir? Görürsən, insanın qonşusuna bir iş oldu. Amma o iş hamam mənə də baş tuta bilərdi. İnsanın dostu avarya düşdü. O mənə də başa düşə bilərdi. Yəni, ölümə öcür bir xəbərdarlıq yoxdur. İnsanın ömrünə siyahı yazmayıblar, məktub verməyiblər. Ona görə tədrici qorxular da insanın ətrafında vardı. Deyir, ərxeynsən ki, Allah tədrici qorxu sənə gətirməsin. Sənə də tədrici qorxu gətirər. Tədrici qorxu biraz Allahın rəhməti də içində var. O birisi 3 model, daha insan yetişib bir həddə ki, Allahın əzabı qəti gəlir. Bu tədrici qorxu gəltirmək, buna görədir ki, Allah istəyir, olsa əgər bu qeyssin, olsa əgər bu özünü tapsın, ayılsın, oyansın, qəflətdən dursun. Buyurur, əminsən bilən ki, tədrici qorxular da həyatında olmaz. Bir ətrafıva bax, tədrici qorxular var. Təkcə bəzən qəflətdən durmusan. İnsan bəzən həyatında görürsən, elə bir hadisələr baş verər ki, diqqət eləsə o hadisələr görsədir ki, bu ömrün vəfası yoxdur. Bu şöhrətin vəfası yoxdur. Bu istolun vəfası yoxdur. Bu maddi imkanatın vəfası yoxdur. Əl-fürsətü təmurru mərrəs-səhab. Fürsətlər insanın əlindən gedir, buludlar gedən kimi. Çoxlar hakim idilər, zalim idilər. İndi də adları yoxdur. Qudrətləri var idi, sərvətləri var idi. İndi də qutuldu getdi. Tədrici qorxu insana bir ayıldıcıdır. Deyir, sən bir gözü aç, tədrici qorxular da ətrafında var. Onlara da bax, ərxeynsən sənə aslan Allah tədrici qorxu göndərməz. Bu tədrici qorxu da bu xatirədir ki, həm sənə xəbərdarlıq eləsin, xəbərdarlıqla bir yerdə bir yaşıl çıraq da sənə görsəsin ki, özünü qeytər düz yola. Fəinnə Rabbəkum lərəufun rəhim. Sizin Rəbbiniz daha rəfətli və daha rəhmətlidir. Bu heç sənə tədrici ölüm gətirir. Buna görədir ki, tədrici qorxu gətirir. Buna görədir ki, sənə bir yol da görsəsin, ayıtma yolu, tövbə yolu. Pəs bu 4 yolu ki, bu 3 ayədə vardı. Allah-u Teala istəyir desin ki, bəşər ərxeyn olma, əzab gəlməz, özünü itirmə. Əzab bəzən gözləməyən yoldan gələr. Bəzən elə əzablar gələr ki, insan daha bərpa eləmək özünə vaxt tapanmaz. Esselamu aleykum və rəhmətullah və bərəkatuhu. قرآني نبض حياتي، قرآني طهر ذاتي، قرآني عصمة أمري، قرآني طوق نجاتي. قرآني نبض حياتي، قرآني طهر ذاتي، قرآني عصمة أمري، قرآني طوق نجاتي. آيات الله حمتني، غمرتني بالبركات، تحفظني من همزات الشيطان ومن زلات